Salam əziz uşaqlar və valideynlər. Bu günlər keçəcəyik saitlər. Demək bildiyimiz kimi dilimizdə 32 hərf var. 32 hərfdən 9 dənəsi saitdir. Onlar hansılardır? A, I, O, U, E, Ə, İ, Ö, Ü. Bunlar saitdir. Yəni dilimizdə bildik ki, səslər iki cür olur. Saitlər və samitlər. Saitlər 9 dənədir. Dediyimiz kimi bu 9 dənə saitdir. Və sözdəki saitləri necə tapırıq? Məsəl üçün hər hansı bir söz yazmışıq, kitab. Kitab sözündə baxırıq birinci hərfə, K-dır. Saitlərin içərisində K var, xeyr. Demək bu sait deyil. Baxırıq İ-yə. Saitlərin içərisində İ var, bəli, İ var. Demək İ saitdir 1. Sonra T-yə baxırıq. T var saitlərin içində, xeyr. Demək T sait deyil. A-ya baxırıq. Saitlərin içərisində A varsa, bəli var. Demək A da saitdir. B-yə baxırıq. Saitlərin içərisində B var, xeyr. B yoxdur. Demək B sait deyil. Tapdıq ki, kitab sözündə 2 sait var. Samitlər necə müəyyən? Baxın, saitləri tapdınız burada 2 dənə. Demək bu 3 dənə də K və T və B. Bunlar da samitdir. Gördünüz 2 dənə sait var İ ilə A. Qalanlar da o 3 dənə hərf. Kitab sözü 5 hərfdən ibarət olduğu üçün ikisi saitdir. İkisi sait olduğu üçün də üçü qalacaq, olacaq samit. Bax K, T, B. Bunlar da oldu samit. Qələm sözündə də 2 sait var. Ə, Ə. Baxırıq görürük Ə var, bəli. Bir dənə, 2 dənə. Demək ki, 2 dənə sait var. 5 hərfdən ibarət olduğu üçün ikisi sait olanda, üçü də olur samit. Qalanlar da olur samit. Nə qədər qalıb burada? 3 dənə qalıb. Q, L, M. Bunlar sait olmadığı üçün demək bunlar da samitdir. Belə. Sağlıqla qalın inşallah.